sizlərlə daima olursunuz, hansı dediyim kimi rayonda, kənddə işıq olmur, hisslənirsiniz, yəni futbola o vəziyyətdə baxırsınız. İnanın ki, biz bunların hamısını düşünürük, hamısını görürük. Çünki biz özümüz elə oradan çıxmışıq. Biz özümüz o lampa işığında böyümüşük. Biz o kasıbçılığı görmüşük, belə gəlmişik, hamımız görmüşük bunları. Dərs oxumağa otururduq belə, spesifika ilə bərsən görsən, dərs oxuyurduq, yandırırdıq, bəzi misalları həll edirdik. Həyatımızın ləzzəti də budur. Hər şey, hər tərəf işıqlı olsun, daima qalibiyyət olsun. Nə olur, nə maraq olacaq? Kim danışacaq, kim açılayacaq, kim tənqid edəcək. Yəni, bunlar hamısı normal. İnanın ki, mən hər şeyi normal qəbul edirəm. Və mən təsəvvür edin ki, maşında gəlirəm, son vaxtlar ümumiyyətlə, yəni bu həddini artıq çoxalıb. Görürsən, sağdan biri siqnal verir, bu mənim salam necəsə, soldan biri siqnal verir, mən sizə təşəkkür edirəm, sizə uğurlar arzulayıram belə. Yəni, mən negativ heç də görməmişəm. Mən bu xalqım haqqında millətində mən negativ bir şey düşünə bilərəm. Bunlar sadəcə yazılardır, hansısa bir yazı çıxır ortaya, görsən nəsə olur. Amma inanın ki, mən yenə deyirəm ki, mən həmişə xalqımla, mən həmişə sizlərlə və mən həmişə çalışacağam ki, məğlub olsaq da həvəsdən düşməməyə, çəkinməməyə, qorxmamağa və hamının üzərinə getməyə. Təşəkkür edirəm ərdinizlə.